Hər məhsulun arxasında güclü bir torpaq var. Hər torpağın arxasında güclü bir qida var. İllərdir Azərbaycan kalium sulfat gübrəsini xaricdən ixal edirdi. Bugün isə ona ehtiyac yoxdur. Çünki Elbacem Azərbaycanda ilk dəfə kalsium sulfat gübrəsini istehsal edir. Gəlin bir yerdə bugün Elbacem istehsalat xəttini öyrənək. Mən Elbacemin proses və planlama üzrə mühəndisi Əliyev Rəşad. Elbacemdə kalium sulfat gübrəsi dünya üzrə öz etibarlılığını təsdiq etmiş Mannheim texnologiyası əsasında aparılır. Mannheim texnologiyasının əsas üstünlüklərdən biri də Mannheim prosesidir. Mannheim prosesi yüksək temperaturda kalium xlor və sulfat turşusunun sobaya dozalanması nəticəsində əldə olunur. Əldə olunmuş kalium sulfat gübrəsi soyuducuya, daşıyıcılar vasitəsilə üyüdücüyə, üyüdüldükdən sonra isə hazır məhsul bunkerinə daxil olur. Hazır məhsul bunkerində toplanmış gübrə satış üçün qablaşdırılaraq satışa hazır edilir. Və bunlarla yanaşı müəssisəmizdə yüksək avtomatlaşdırılmış sistem qurulubdur. Bu gördüyünüz otaqdan istehsal prosesi tam nəzarət altında saxlanılır. Sahədə olan bütün proseslərə nəzarət olunur. Bütün göstəricilər hamısı bu otaqda öz əksini tapır. Hər hansısa bir prosesimizdə hər hansısa bir pozğunluq baş verərsə, idarəetmə pultunun operatorları tərəfindən dərhal reaksiya bildirilir və əmələ gələn boşluqlar dərhal aradan qaldırılır. Mannheim prosesində istifadə olunan xam mallar kalium xlor və sulfat turşusudur. Reaksiya nəticəsində kalium sulfat gübrəsi və yan məhsul kimi H-xlor qazı ayrılır. Toplanan H-xlor qazı kondensləşdirərək absorpsiya qüllələrinə ötürülür və absorpsiya qüllələrində su ilə tutularaq xlorid turşusu əmələ gətirir. Mən Əhmədli Qədir, hal-hazırda Elbacemin keyfiyyət üzrə nəzarət üzrə mütəxəssisiyəm və hal-hazırda sizi kalium sulfat gübrəsinin parametrlərinin təyini və digər prosedurlar haqqında tanış eləməyə çalışacağam. Bizdə təyin etmək üçün müxtəlif parametrlər üçün müxtəlif cihazlarımız var. İlk öncə başlayaq kalium sulfatın beynəlxalq standartlara uyğun olaraq tənzimləməsinə baxaq. Bu da ki, laboratoriyada ISO 17025-in prosedurlarına uyğun olaraq tənzimlənir. Hansı parametrlərdir? Bizdə cihazda ölçülür. ISP-OS cihazında kalium sulfatın tərkibində olan kaliumu kalium oksid şəklində, kükürdü müxtəlif SO2, SO4 şəklində ölçülür, koeffisientlərə çevrilir. Biz bunu əllə də eləyə bilərik, amma cihaz bizə yetərincə məlumat verdiyinə görə cihaz artıq tənzimləyir bunu. Bundan əlavə biz gübrənin tərkibində axıcılıq müddəti, tozluq faizi, toplu sıxlığına baxa bilərik, sıxılmış sıxlığına baxa bilərik. Laboratoriyaya gəlməmişdən qabaq olaraq vizual görünüşünə əsasən buna qiymət verə bilərik. Bundan əlavə biz onun pH-ına baxa bilərik. Bu da bizə gübrənin ilkin halında bizə çox məlumat verdiyinə görə bizə çox önəmli parametrdir. Məsələn, bunlardan biri pH metr cihazında biz gübrənin məhlulunu hazırlayırıq, suda məhlulunu hazırlayırıq və bu halda biz 1%li və yaxud 5%li məhlul hazırladığımız təqdirdə biz onun pH-ına baxırıq və bu halda biz bilirik ki, gübrəmizin mühitə turşdur və yaxud normal mühitə yaxındır. Biz tozluq analizi elədiyimiz təqdirdə biz ələklərdən istifadə edirik. Məsələn, 40 meşlik ələkdən istifadə edirik və biz burada bunu ələdiyimiz zaman onun tozluğun faizini təyin edirik. Sonra biz aerometrlər vasitəsilə onun sıxılmış sıxlığını və toplu sıxlığını əldə edərək onun sıxıllığının nəticəsini hesablaya bilərik. Bundan əlavə biz axıcılıq müddəti təyin edə bilərik. Bu da ki, müddətə əsaslanır. Məsələn, axıcılıq müddəti bizdə olduğu 10-15 saniyə arası olduqda və yaxud digər saniyələr müddətində biz tənzimləyəcəyik ki, bu intervala düşür və yaxud da düşmür. Əgər axıcılıq müddəti normal saniyə intervalına düşürsə və biz biləcəyik ki, gübrənin axıcılıq müddəti normaldır və buna əsasən də biz nəyi təyin edirik? Gübrənin nəmliyi nə dərəcədə doğrudur, nə dərəcədə azdır, çoxdur. Əgər biz bilsək ki, bunun axıcılıq müddəti fərqlidirsə, aşağıdır və yuxarıdırsa biz dərhal nəmliyi analizi tətbiq eləyəcəyik. Biz də onu quruducu sobada analizini eləyəcəyik və orada qurutma yolu ilə biz o nəmliyin faizini tapırıq. Sonra biz gübrənin 17025-ə uyğun olaraq bir sıra protokolları vardır, yəni bu keyfiyyətə dair sənədləri vardır. Bunlar hamısı bizdə işlənilib hazırlanır. Keyfiyyətə dair sənədlər həmçinin bunlar da nəzərə alınmaqdır.